Naxçıvanın əsrarəngiz təbiəti burada balıqçılığın inkişafına da hərtərəfli şərait yaradır. Odur ki, su anbarlarında və təsərrüfatlarda müxtəlif növ balıqların yetişdirilməsinə maraq böyükdür. Ötən il Heydər Əliyev su anbarına 300 min sazan körpəsinin buraxılması, həmçinin su anbarlarında yetişdirilən balıq növlərinin qorunub artırılması istiqamətindəki tədbirlər bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərən Aslı balıqçılıq təsərrüfatı illərdə sözügedən sahənin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Keçənki quraqlığına əlaqədar olaraq yağıntılar olmadı deyə 12 havuz balıq ancaq yetişdirə bilirik. Ancaq bu ilki yağıntılar, yağışlar, qarın göstəricisi odur ki, biz inanırıq ki, bu il bizim yağıntılar olacaq, sularımız artacaq və 12 havuzumuz olacaq, 20 havuz. İllərdə Aslı bulağının saf suyunda bəslənən balıqlar yerli bazarı təzə məhsulla təmin etməklə yanaşı ölkə bazarlarına da çıxarılır. Saçlarımız keçən il o biri illərdə Bakı ərazisində olurdu. Bakının rayonlarına göndərirdik. Bu il ancaq rayonlara göndərə bilmirik. Hal-hazırda Naxçıvan bölgəsində də təşkil edirik bunların saçlarını. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, balıqçılıq artıq Muxtar Respublikanın qida təhlükəsizliyinə töhfə verən mühüm bir iqtisadi sahə kimi formalaşır. Naxçıvan Muxtar Respublikası Təsərrüfat Nazirliyi tərəfindən ilkin olaraq elmi tədqiqat müəssisələri ilə birlikdə Naxçıvan daxili su hövzələrində müvafiq araşdırmalar aparılaraq bunun əsasında da balıq ovlama ilə bağlı müvafiq kvota təyin ediləcək. Bununla yanaşı nadir və nəsli kəsilməkdə olan və qırmızı kitaba daxil olan balıq növlərinin qorunması məqsədi ilə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və həmçinin bu növlərin artırılması dövlət sifarişi ilə artırılması istiqamətində müvafiq işlər görüləcəkdir. Məqsəd yerli istehsalı artırmaq, balıqçılığın inkişafını artırmaq, su ehtiyatlarından səmərəli istifadə etməklə ərzaq təhlükəsizliyini təmin etməkdir. Hafizə Əliyeva, Tərlan İbrahimova, Asil Fətəliyev, NTV Xəbər.